Uşaqlar, video keçməzdən əvvəl sizlərə bir dənə shop tanıdacağam. Tanıdacağım shop bəlkə də bir çoxlarınız tanıyırsınız, Azərbaycanın köhnədən bəri istifadə olunan bir shopdur. Yəni Teymur Game Shop. Bəli, düz eşitdiniz. Teymur Game Shop sizlərə başa salacağım kimi uşaqlar ID ilə elmas vurur. Dediyim kimi hesab içi elmas vurmur. Hesab içi dediyimiz nədir? Girib sizin daha qorxmayın ki, hesabınızı əkərlər falan, Gmail falan vermirsiniz, heç bir şey. Rahatca sadəcə ID-nizi, oyun ID-nizi atırsınız və 5 dəqiqə ərzində cəmi sizin elmaslarınızı hesabınıza yollayır və plus da ki, əgər siz mesaj yollarsanız 5 dəqiqə ərzində cavab verir ən gecə. Gedib uşaqlar siz də elmaslarınızı Teymur Game Shop'dan sərfəli bir şəkildə vura bilərsiniz. Keçək videomuza. Hər kəs salam uşaqlar, necəsiniz? Anlayım deyirəm ki, yaxşısınız. Bu gün sizlərlə bir yerdə mükəmməl bir elmas xəçəmə videosu ilə qarşınızdayım. Uşaqlar, bu gün biraz elmas götürdüm. Gördüm ki, bir dənə mistik mağazada parçalar falan var Evo yüksəltmək üçün. İndi onları sizlərlə alıb Evo yüksəltməyə çalışacağıq. Yüksəldənməsəkdən azından bir dənə xəstələnmə kimi video alınır. Uşaqlar, obşim, gedək bir dənə buradan görürsünüz. Bax, burada görürsünüz 10 dənə kutu var. Yəni 6 qəpikdən çox ucuzdur da. Bunun normalda biri 40 qəpikdir. Qəpik də deyirəm hər dəfə 40 elmasdır. Bundan alacaq indi max deyək uşaqlar. 10 dənəsi 60 elmas heç nədir də, yəni heç nə, çox ucuz. 10 dənə aldıq və indi keçək buradan açacağıq uşaqlar. Zəng də imkan vermir ki. Çıx buradan gedək kasaya. İndi bunu açacağıq. Qısa olacaq çox güman ki bu video. İnşallah bir dənə qəşəng yüzlü falan çıxardarıq. 4 problem yoxdur. Bizdən içəri 3 də çıxsa problem yoxdur, yaxşıdır. Yəni 3 belə çıxsa pis deyil. Çünki nə qədər neçə çıxartsaq belə kardayıq, amma yüksək çıxsa yaxşı olar da. Məsələn, ən azı bir dənə 10'lu falan da çıxartsam əla olar. Qaqamız qaldı 8 dənə görək 4 verdi. Özüm bir vers açıram. Biraz maraqlı olsun da, ən azından bir dənə də aç 4'dür. Deyib də eləcə 4'lü verir. Qaqa bir dənə yüksək verdi, ana bir dənə 10'lu verir. Bir dənə 10'lu ver, 100'lü falan istəmirəm. İkisinə 8 verirsə yenə belə 4 ya da 5 ola bilər də, indi deyəmərəm. Ver. Valla yenə 4 verdi, eləcə 4 verir. Mırtdaşır qaqa. 3 dənə qaldı. Bunun birini beləcə aç. Yəni 3 verdi indi də. Qaqa sən canım 4 sada ver. Ən azından bir dənə 4. Bir dənə də ver görək. Yaxşı yırdıq, yox pis deyil məncə. Bunda gələcək uşaqlar tıklayıb açırıq görək. Axırıca bir dənə 10'lu çıxsa zor olar. 4 verdi. Qaqa niyə 4 verirsən? Bir dənə adam kimi çoxlu verdi. 53'də dənə parçamız oldu. Nəyə yüksəldək indi bilmirəm. Bax burada işıq falan yanır. Deməli bunları yüksəltmək olur. Grozi ilə yüksəldə bilərik. Valla bir dənə bunun mövcud eləyim. Dəqiqə. Çiliyi də yüksəltmək olur. Bunu da indirim bir dənə gözlə. Grozin. Çox qəşəngdir, amma çiliyi də indi bir dənə. Çünki kilinin də yüksək səviyyəsi Allah görsənirdi. Şu anlar məncə kiliyi yüksəldim, amma hər ikisi çox qəşəng görsənir. Amma Grozan 2 səviyyəsi belə mükəmməl görsənir. Amma ikili pompanın 2 səviyyəsi biraz məncə belə zəif görsənir də. Amma 3 elədim ona görə. Yəni məncə bunu yüksəltmək daha məntiqli idi. Siz də öz fikirlərinizi yorumlarda yaza bilərsiniz. Görək yavaş-yavaş yüksəltməyə çalışacağıq. Hər nəysə uşaqlar, görün bir dənə başqa nəsə varmı alına biləcək. Allah dilim qurudu. Başqa 43 elmasa daha fərqli belə alına biləcək bir şey varmı dəyişdirsək. Yenə kutu olsaydı yaxşı olardı, biraz da alardım. Bu fişlərdən də falan heç almaq istəmirəm. Hər nəysə uşaqlar, deyəsən heç alınası fərqli bir şey yoxdur. Ona görə girək bir dənə də yanlış kutu oyunu uşaqlar, day 3-dən, yəni gün 3-dən təkrardan sizlərə salam. Yəni bu videonu 2 gün sonra çəkirəm. Bu arada uşaqlar, like atmışsa like atmağı unutmayın. Bir dənə buradan bot kombin quracaq, çünki yalnız kurtun yeni bir forması gəlib, sadəcə kafa atmaq gedib. Orada biraz 3-0'dan comeback atmağa çalışacaq uşaqlar. Bu videoda sizdən 70 like gözləyirəm. Bir dənə qəşəng 70 like'ınızı atın, çünki videomuz başqa şəxslərin də qarşısına çıxsın da, takipçilərimizdən əlavə başqa, yəni insanların da qabağına çıxsın ki, tez bir şəkildə 2K olaq. Uşaqlar, deyim kimi 70 like sizlərin əlində heç nədir. Bir dənə istəsəz 100 də atarsınız, 150 də, amma sizdən çox bir şey istəmirəm, 70 like istəyirəm. Nəysə uşaqlar, bu arada bu videoda dediyim kimi elmas xərcləmə oldu. Yəni elmas xərcləməyi də çox güman ki buna bitişdirəcəm. Nəysə, boğazım qurudu yenəcə. Uşaqlar, nəysə. Buradan bir dənə bunu qurum, bu yanlış kurtu. Hala bu yox, bunu yox. Bir dənə getdik oyunumuza. Uşaqlar, bundan qabaq bir dənə də oyun girdim uşaqlar. 2-0 elədi rəqib, gözləyirəm, qəşəng danışıram, gözləyirəm. Birdən gəldi rəqib şey elədi. Nəydi la? Oyundan quit atdı, yəni oyundan çıxdı.
Elə nervləndim inan ki, sıfır gözləyirəm ki, nədirəndə video çəkəcəyik. İndi rəqib də mırtdaşdı, getdi. Bu görək necə oyunçudur. Yenə hamısı da yeni profilli, qız oyunçusudur bu. Görək nə edəcək. Bu arada uşaqlar sizlərə sonda işlətdiyim hassasiyyət də göstərəcəm çünki normal hassasiyyətim var. Sizdə yaxşı hassasiyyətlər tapmaq istəyirsinizsə Telegram qrupumuza gəlib qəşəng oradan da öz yaratdığım proqramdan telefonunuza aid hassasiyyət götürə bilərsiniz. Yoruldum danışmaqdan. Bir dənə rəqib vursa biraz özümüzü oyuna verərdik. Hələ ki rahatıq. 3-0 eləyəndən sonra başlayacaq. Səncə bir dənə qorxumuz oyundan da çıxma. Qoy normalli video, qoqom nə olur, sonra oradan AVM-i kafa atmısan. Şu an bot deyir rəqib. Yəni AVM ilə oradan kafa atdı. Məndə heç getmir, bilmirəm. Qoy bir dəfə də, yəni sən silahını seyirsən, bir dəfə də vursan məni. Sənə ondan sonra göstərəcəm dünyanın kaç bucaq olduğunu. Hər neysə, oyuna yeni belə bir şey gəlir uşaqlar. Allah bu niyə basılmır? Belə şəkil şey kimi balonu yaxınlaşdırıb uzaqlaşdırmaq olur. Çox da bir yararlı balmağı şey eləyəndə ancaq nə bilim gətiriblər də oyuna. Qaqa, nə edirsən? Sancan şişdi eləmə vurdan ha, mışqılıq eləyir gələn hamısı. Nə var yerində güllatı. Ay sağ ol. Baba eləcə vur sən canı başlayaq. 3-0 elədin. İndi sənin qara günlərin qabaqdadır. Ay sağ ol. Elə bildim oyundan çıxır. Nervlənərdim oyundan çıxsa. Tez bir şəkildə uşaqlar 3-0-dan comeback atmağa çalışacağıq. Like atıb abunə olmağı unutmayın. Görək ata biləcəyimi? Udursam da bu videonu paylaşacağam. Yəni heç bir bəlkə ikinci oyun belə yoxlamadım. Ala bu avuk hara qalxır. Ala qəşəng bir dənə kafa getdi. Bu arada deyəsən burada heç karakter falan görsənmir. İndi fikir verirəm. Oy. Qəşəng də bir dənə kill pompa ilə kafa getdi. Bu arada 3 səviyyə eləmişəm kill pompalı. Yəqin ki, onda videosunu izləmiş olarsınız da. Yəqin ki, bu videonun əvvəlinə falan qoymuş olaram onda. Deagle'ımızı seçdik uşaqlar. Rəqibə hoqqa verməyə çalışacağıq. Bu arada dedim ki, Telegram qrupumuzdan gəlib o proqramı indirə bilərsiniz. Görək Deagle and 6-lı, görək hansında necə oynaya biləcəyik. Bir dənə 6-lıda falan hoqqa verməyə çalışacağıq rəqibə və ya Deagle'la deyə bilərəm. Bu videonu da bu günə çatdıra bilsəm yaxşı olar. Bir gün doyuca getsə kanalda 3-4 günlük video olmayacaq. O da biraz pisdir. İnşallah videolarımızın izlənməsi düşübdür. O da like'lara görədir. Like'lar biraz çox tutsaz yaxşı olar. Buna bax eləcə mış kimi qaçırıb. Hara gedirsən burada durdan ha. Buzu da arxasına atdım. Çox qəşəng oynadığım üçün tamamlamışam deyəsən. Bir dənə kafa getdi. Mənimki elə yaxınlandı. Bir dənə bana dəymədi. Rəqib, neyinsən ay rəqib? Oy, qəşəngcə bir dənə də tutuzdurdum uşaqlar. Görün bir dənə bir dənə şey vurmuşam uşaqlar. Bir dənə dediyim elə 2 dənə aksesuar vurmuşam. Gəlsin olanın da kargosu falan elənsin, gəlsin. Elə uşaqlar dala jump da ata bilərsiniz. Yəni 2020-də, 21-də oynayanların salan var isə yadınızda olar. Yəni arxaya hoppan getmək olurdu onda. Bir xəritə arxaya da getmək olurdu. Çox maraqlı idi. Amma indi yığışdırıblar, sadəcə tigba belə güllat falan eləmək olur. O da tam alınmır, belə nə bilim. Gedək bu tərəfdən. Dedim ki, aksesuardan dediyim nədir? Bir dənə 1081 spoilerini verməyim, hətta bir kamerada onu deyim. Bir dənə də ikili mikrofondur, kablosuz. Onlar da gəlsin, bəlkə onların dincələməsini çəkərəm. İstəsəz bu arada yorumlarda bildirin. Çünki aranızda YouTuber olanlar ola bilər və olmaq istəyənlər də ola bilər. Yəni sizlərə bir dənə sözümdə görməmişəm tam necə bir şeydir. Qoy bir dənə kargolar falan elənsin, göstərəcəm. Bu arada kaskı üçdür rəqibin. Bilmirəm, getdi özünü bağladı buza. Qəşəng. Boğazım ağrıdı. Bir dənə buradan tez bir şəkildə vura bilsəm, ona baxırsan can. Bununki altılı deyə ancaq Deagle-la girməyə xeyri yoxdur. Ancaq altılı. Yollar bu arada 2K-ya doğru gedirik. Yəni dəstəkləriniz sayəsində gedirik, çox yaxşıdır. Əvvəllər 1K olmağa çalışırdıq. Çətinlik idi. 1K-ya çox çətin kasırdıq. Getmirdi abunə falan. Sonralar biraz gücümüzü toparladıq. Videoların izlənməsi falan 300-400 olanda ilə dəli olurdum da. Deyirdim Allah, çox super izlənir mənim videolarım. Yəni fikirləşin ki, yəni 20-30 izlə, valla bu hardan gəldi? 20-30 izlənmə ilə o 4000 saat temasını bitirməyə çalışan bir şey. Oy, neydi full qırmızı. Hədən 20-30 izlənmə ilə, yəni bir videoya 1 saat izlənmə saatı gələn bir kanalım var idi. İnşallah dəli olurdum da, yəni adi, yəni 100 baxışı keçəndə belə elə sevinirdim ki,
tamamlayacağım 4000 saatı. Sonra başını buraxdım o kanalın. Sonra bu kanalı açdım. Bu kanalda hardasa 10 aydır ki fəaliyyətdədir. Tam olaraq bir aralar hələ çox yaxşı burada aktivliyim var idi. Hər gün video atırdım. Bir aralar 1-2 ay falan bundan əvvəl buna bax buradan mış kimi pusur bir dənə kafa getdi. UMP-də qaqa kimə gəlsən gəl, mənə yox. Yəni UMP-də sənin kaskın 100% getməlidir. Gəlib kaskımı tutmasa yaxşı olar. Xoşuma gəlir əslində belə sırf kafa odası. Çünki taramaq, yəni tarayanlar var da, onlardan ən azından canınızı qutara bilirsiniz. Bizə kimi YouTuberlər yarıyır ən azından belə modlar, yəni həm video çəkirik, həm də eləyir. Buna bax pusur burada kaskını uçurtduq 500 bir şəkildə, heç bir round dalanmadı rəqib bizdən. Qəşəngcə vurmağı bacardıq. Bir dənə çıxsın oyundan, bitirişimiz deyil. İnşallah bu arada yəqin ki Elmas Xəsəmi də izlədiniz. Yəni əzətimizə qarşılıq bir dənə like çox görməyin, 70 like gözləyirəm bu videoyu sizdən. Qəşəng. Hər nəsə inşallah bu videodan bu qədər deyib bir sonraki videoda görüşmək üzrə, özünüzə yaxşı baxın, sağ olun, salamat qalın və like atmağı unutmayın.